qəhrəmanlıq içində yaşasınlar. Arzu edirəm, kimin ürəyində nə arzu varsa, Allah onların arzusunu yerinə yetirsin. Bir də arzu edirəm, bu Həncəli haqqında kimin bir qram əziyyəti varsa, kimin bir kəlmə sözü, bir hərf sözü Həncəli üçün deyibsə, Allah onlara can sağlığı versin, Allah onlara həmişə sevindirsin. Allah onların övladlarının xeyir işini onlara qismət eləsin, inşallah. Allah onlara can sağlığı versin. Zəfər günündə Zəfər belə bir qəhrəmanlıq adını təltif eşidəndə necə hisslər keçirtdi Zəfər günündə? Zəfər günündə, Zəfər bayramı, elə bir Zəfər bayramında elə bilirəm prezident məni təbrik edib. Çox sağ olsun, Allah ondan razı olsun, minnətdaram prezidentimə də. Mən həmişə hər bir tədbirdə mən öz prezidentimə minnətdarlığımı bildirmişəm. Azərbaycan xalqının başından bizim prezidentimiz bir dəqiqədə əskik olmasın. Gözləyirdiniz belə bir təltifi? 9 ildir gözləyirdim, amma sizin doğru düzgün deyim ki, indi bir balaca səngimişdim, inanmırdım. Amma bu böyük bir sevinç idi. Bizə prezidentimiz buna bizə bəxş elədi. Çox sağ olsun, minnətdarım. Sağ olun.